Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Zaman keçdikcə qədimdən bəri bir çox xəstəliklərə qarşı istifadə olunan sınanmış vasitələr unudulmağa başladı. Məsələn, duzla təbitmələr, vannalar və yuma prosesi. Duz gəlirli deyil, ona görə də televiziyada bu effektiv vasitənin reklamı ilə qarşılaşa bilməzsiniz. Təbii ki, manatlıq duz böyük dərman firmaları ilə mübarizədə uduzur. Ancaq çətin zamanlarda həqiqətən təsir edən və sadə vasitə lazım olanda duz sözün əsl mənasında yaşamağa kömək edir. Əziz dostlar, Azərbaycanın ən çox abunəsi olan maarifləndirici YouTube kanalını izlədiyiniz üçün sizə təşəkkür eləyirəm. Bu kanalda yalnız və yalnız insanlara faydalı məlumatlar verilir. Bu videoların daha çox insana çatması isə sizdən asılıdır. Videomuzu bəyənsəniz, şərh yazsanız və kanalımıza abunə olsanız, bu videolar daha çox insana çatacaq və daha çox insan bu videolardan faydalanacaq. 1941-45-ci illərdə hərbi əməliyyatlarda iştirak edən tibb bacısı 2002-ci ildə qəzetə müsahibəsində hərbi cərrah Şeqlovun dahiyanə müalicə metodundan danışmışdı. Bu cərrah hətta ən ağır yaralı əskərlərin belə tezliklə ordu sıralarına qayıtmasına nail olmuşdu. Bütün bunlar 2-ci Dünya müharibəsi zamanı çətin şəraitdə baş vermişdi. Cərraha bunun üçün yalnız duz lazım olmuşdu. O öz sirrini köməkçi tibb bacısı ilə bölüşmüşdü. Tibb bacısı isə bütün ictimaiyyətə açıqladı. Əgər onu eşidən olsaydı. Adi xörək duzu müalicəvi xüsusiyyətlərə malikdir. Ancaq oxşar effekti İngilis duzu da göstərir. Onu həmçinin maqnezium da adlandırırlar. Bir vaxtlar o İngiltərədə çox məşhur idi. Duzu həm daxilə qəbul edirdilər, həm də xaricə tətbiq edirdilər. Birinci halda dozaya əməl edilməsi vacibdir. Çünki duzun miqdarının yeməkdə çoxluğu ziyanlıdır. Kompreslər, duz vannaları, burun boğazı üçün, üzvü qırışlardan təmizləmək üçün duzlu məhlullar. Bütün bunlar tarixin sınağından çıxmış reseptlərdir. Şeqlovun xəstələr üzərində tətbiq etdiyi metodlar möcüzələr yaradıb. Yaralanmış əskərin yaraları, parçalanmış, kirli və yüksək infeksiya riskli olur. Hərbi çadırda bu cür parçalanmış yaraları ən qısa zamanda necə təmizləmək olar? Bunun üçün cərrah tənzifi tərkibində bol miqdarda duz olan məhlula salır və həmin tənzifi yaralanmış nahiyəyə qoyurdu. Üstündən 3-4 gün keçdikdən sonra yaralarda çirk yığılması dayanırdı və təmizlənirdi. Dərinin rəngi açılırdı. Həmçinin qızdırma kimi 2-ci dərəcəli simptomlar da yoxa çıxırdı. Bütün bunlar onu deməyə əsas verirdi ki, bədən infeksiyadan azad olub. 5-6 gündən sonra əskərlər arxa cəbhəyə göndərilirdi. Duz məhlulundan istifadə böyük potensiala malikdir. Yazılı mənbələrdə bu üsulla bir çox xəstəliklərin sağalması barədə məlumata rast gəlinir. Karyesdən tutmuş xərçəngin ilkin mərhələsinə qədər. Yanıqlar, xolesistit, xroniki apendisit, revmokardit, ağciyərlərdə qrip sonrası iltihabi proseslər, oynaq revmatizmi, osteomiyellit, inyeksiyadan sonraki şişkinliklər. Bütün bu xəstəliklərdə duzlu kompres və yaxud təbitmə etmək effektivdir. Müalicənin kökündə duzun əsas xüsusiyyəti dayanır. Hidroskopiklik. Başqa sözlə, duz, çirki, nəmi özünə çəkir. Bu zaman isə eritrositlərə və leykositlərə, həmçinin canlı hüceyrələrə toxunmur. Yara yerində mayələrin çoxluğu bakteriyaların və digər patogenlərin artımına səbəb olur. Duz bu prosesin qarşısını alır. Sadə misallarla duzun necə işlədiyini göstərmək mümkündür. Sizə vena daxili və əzələ daxili dərman kursu yazıblar. Bir neçə gündən sonra iynələrin yerində şişkinlik yaranıb. Əgər müalicə etməsən, ən yaxşı halda o uzun müddət ağrıyacaq. Pis halda isə içində çirk olan torbaya çevriləcək. Bütün xəstəxanalarda iynədən yaranan şişlərə maqnezium və ya duz kompresi qoyulur. Bu kompreslər 2-3 günə sürətlə şişi sorur və ağrını aradan qaldırır. Yenə hər şeyin səbəbi duzun patogen mikrofloralı mayeni özünə çəkmə xüsusiyyətidir. Duz sarğısının yaxşı təsir göstərməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır. 1.
Duzlu məhlul konsentrasiyalı olmalıdır, ancaq 10% keçməməlidir. Əgər bu göstəricidən yüksək olsa, kompres qoyduğumuz yerdə kapilyarların dağılması müşahidə edilə bilər. 2. Yalnız 4 qat qatlanmış təbii pambıq və ya kətan parçalardan istifadə edin. Ən yaxşı material cuna və ya tənzifdir. Bunları da 8 qat qatlamaq lazımdır. 3. Məhlulu hazırlayarkən qaynar sudan istifadə edin ki, bədənə ilıq halda təmas etsin. 4. Kompresdən öncə zədəli nahiyədə dərinin qırışıqlığını açın. Tənzifi doladıqdan sonra leykoplastırla bağlayın. Soyuq dəymə və qripin ilkin simptomlarında, həmçinin baş ağrılarında başınıza və boynunuza duzlu kompres qoyun. Burun axmasında dairəvi kompres də kömək edir. Burundakı tıxanıqlıq 1 saata yoxa çıxacaq. Güclü miqren əziyyət verirsə, duzlu kompresi bütün gecə başınızda saxlayın. Əgər siz xəstəliyin ilk gününü etinasız şəkildə keçirdinizsə, artıq öskürək başlayıbsa, o zaman təkcə başınıza deyil, kürəyinizə də duzlu kompres qoyun. Kürək üçün kompresi duzlu məhlulda isladılmış məhraba ilə etmək lazımdır. Bu zaman bir məqama diqqət etməlisiniz. Məhrabanın yarısını duzlu məhlula batırın. Yarısı quru qalsın. Sonra 4 qatlayın. Elə edin ki, bədənə məhlula batırılmış hissə təmas etsin. Bunu bütün gecə bədəninizdə saxlayın. Müalicə müddəti 4-5 gündür. Daha qısa müddətdə özünüzü yaxşı hiss etsəniz, müalicəni dayandırın. Kompresin hazırlanması. Əvvəlcə 10%lik məhlul hazırlayın. 1 litr qaynar suya 100 qram xörək duzu əlavə edin. Əgər əlinizin altında tərəzi yoxdursa, təqribən 3 xörək qaşığı duz götürün. Yaxşıca qarışdırın və əmin olun ki, duz suda tam həll olunub. Suyun rəngi bəyaz, bulanıq olacaq. Bu normaldır. Yaxşı olar ki, məhlulu qazanda və ya ləyəndə hazırlayasınız. Belə halda parçanı məhlulda islatmaq daha rahatdır. Kompres üçün cuna götürsəniz, onu 8 qat qatlayın. 1 dəqiqə ərzində məhlulda saxlayın. Daha qalın olan pambıqlı parçaları 4 qat edin və məhlulda biraz uzun müddət saxlayın. Parçanı, cunanı azca sıxın və zədəli nahiyəyə qoyun. Kompresin üstündən leykoplastırla bağlayın. Soyuq qış aylarında üstündən şal ilə sarıyın ki, isti qalsın. Belə kompreslə bütün gecəni yatmaq olar. Səhər çıxara bilərsiniz. Qrip və ağır soyuq dəymə zamanı axşama qədər gözləməyə gərək yoxdur. Proseduru həmən başlayın. Təbii ki, gecə qoyulan kompres sağalmanı daha sürətləndirir və ağırlaşmanın qarşısını alır. İlkin simptomlar ortaya çıxan kimi burun boğazınızı duz məhlulu ilə yuyun. Bununla da oradakı mikrobları məhv etmiş olursunuz və xəstəliyin qarşısını almış olursunuz. Məhlul selik vəzlərinin axıntılarının qarşısını alır, nəfəs yollarını dezinfeksiya edir və iltihabı aradan qaldırır. Prosedur nəticəsində burundakı tıxanıqlıq xüsusi dərman vasitəsi istifadə edilmədən qısa zamanda yox olur. Məhlulun hazırlanma qaydası çox sadədir. Yetkin insan üçün 1 stəkan qaynar suya 1 çay qaşığı duz əlavə edin. Uşaq üçün hazırlanacaq məhlulda duzun miqdarını 50% azaldın. Bundan əlavə məhlula 1 çay qaşığı soda və 1 damcı yod da əlavə etmək olar. Soyuq dəymənin ilk simptomlarında burnunuzu gündə 3-4 dəfə bu məhlulla yuyun. Prosesi iynəsiz şpris və ya imalə aparatı ilə həyata keçirmək olar. Alternativ variant kimi duzu boşqaba tökün. Burnunuzun dəliklərindən birini barmağınızla tutun. Digər dəliyi ilə duzu burnunuza çəkin. Maye boğazınıza çatanda udmayın, tüpürün.